Zeynəb, 6 ədədinin mərtəbə vahidinə nə yazmısan? 600. 600. Bəs mərtəbə vahidinin sayına 6. 6. Bəs mərtəbə qiymətinə Mərtəbə qiymətini tapmadım. tapmamısan. Tuncay, mərtəbə vahidinə nə yazmısan? Mərtəbə vahidinə 6. 100. 600. Bəs mərtəbə vahidinin sayına 6. 6. Mərtəbə qiymətinə 600. Əli. Birinciyə 600 mərtəbə vahidinə. İkinciyə, Mərtəbə 6 elə. bəs qiymətinə Qiymətini yadımda qalan kimi 100'lü yazdım da bilmədim. Məncə deyəsən 600 olmalı idi. 600 yoxsa 100? 600, 100'lü. 100. Əsma, mərtəbə vahidinə nə yazmısan? 100. Mərtəbə vahidinin sayına, 6. bəs qiymətinə 600. İndi gələyim cavablarımıza, həllərimizə. Uşaqlar, mərtəbə vahidi deyəndə onun vahidinin öz adı, yəni təklik, onluq, yüzlük, minlik, 10 minlik və yaxud 100 minlik hara qədər gedirsə, bunlardan söhbət gedir. Yəni bizim burada mərtəbə vahidi deyəndə 6'nın mərtəbə vahidi 100'dür. Yəni 6 orada harda yerləşir? Yüzlükdə. Məsələn 7'ni soruşsaydıq nə olacaqdı? Elə 1. 1. 4'ü soruşsaq 10. 10. 6'nı soruşduq nə oldu? 100. 100. Bax, mərtəbə vahidi vahidin öz adıdır. Yəni təklik olmağı, onluq olmağı, yüzlük olmağı və s. bunu bildirir. Aydındır hər birinizə, qaranlıq qalmadı ki məsəl. Demək, bizdə bunu düz yazmışdı Esma. Mərtəbə vahidinin sayı. Bunu hər biriniz düzgün yazmışsınız. Bəli, mərtəbə vahidinin sayı 6'dır. Bax, elə bayaq dediyimiz cümləni indi özünüz təsdiqləmişsiniz burada. Bizim bu ədədimizdə neçə dənə yüzlük var? 6 dənə yüzlük var. Bax, mərtəbə vahidi yüzlükdür. Onun sayı da 6 dənədir. Belə yadınızda qalar. Mərtəbə vahidinin sayı əgər oradakı rəqəmi bildirirsə, mərtəbə vahidinin də özü ancaq onun adını bildirir. Aydındır? Mərtəbə qiyməti isə artıq mərtəbə qiyməti oradakı qiyməti bildirir. Yəni bunun 6 dənə burada yüzlük var. Yəni 600 cavabı düzgündür. Bizdə bunu Tuncayla Əsma yazmış deyəsən. Deməli, mərtəbə vahidi vahidin öz adıdır. Mərtəbə vahidinin sayı oradakı rəqəmi bildirir. Amma mərtəbə qiyməti deyəndə onun ədədini bildirir. Yəni, yüzlükdən orada nə qədər var? 600 dənə orada, belə deyək, yüzlük var. Başqa bir şeylə deyə bilərik ki, mərtəbənin qiyməti bərabərdir. Mərtəbə vahidi vurulsun mərtəbə vahidinin sayına. Yəni, əgər bunun mərtəbə vahidi 100'dürsə, mərtəbə vahidinin sayı da 6'dırsa, 100'ü 6'ya vuranda neçə eləyir? 600. 600. Sualı olan var. İndi 3 rəqəminə gələk. Kimi səhvi varsa səhvini düzəlsin, sonra 3 rəqəmini soruşacaq.
Sağ ol. Esma düzəltdi. Hazır. Gözlüyüm. Nə yox, mən düzəltməmişəm. Ben de düzelttim. Zeynəb düzəltdi. Yoxmamışam. Esmada öyle düz idi deyəsən, Zeynəb düzəldi. Düzəltdim. Əli düzəltdi, Tuncay düzəltdi. İndi Tuncay desin görək. 3-ün mərtəbə vahidi neçədir? 3'ün vahidi 3'tür. Mərtəbə vahidi 3-dür. Bəs Əli desin görək. 10.000. 10.000. Bəs Esma desin. 10.000. Sən də 10.000 dedin. Bəs Zeynəb sən de. 10.000. Sən də 10.000 deyirsən. Tuncay bir dənə diqqətli ol. Vahidin özünü soruşuram. Vahid. 1. Vahid, mərtəbə vahidi 1 ilə başlamalıdır. Ondan sonra da ya yanında 1-0, ya 2-0, ya 3-0, ya 4-0 bu olmalıdır. Yəni 3 burada hansı mərtəbədə yerləşib? Neçən mərtəbənin adı nədir? 10.000'lik. 10.000'lik. Deməli orada 3-ün mərtəbə vahidi neçədir? 10.000'lik. 10.000'lik. 3 deyil. Yaxşı? Böyle. Yaxşı, mərtəbə vahidinin sayı nə olacaq? Ona gələk indi. Əli nə olacaq mərtəbə vahidi? 3. 3. Esma, 3. Zeynəb, 3. Tuncay. 3. Bu tamamilə doğrudur. Mərtəbə vahidinin sayı elə o rəqəmin özüdür. 3'dür. Bəs mərtəbə qiyməti Əsma nə olacaq? 30.000. 30. Zeynəb nə olacaq? 30.000. Tuncay, 30.000. Əli, 30.000. 30. Aydın oldu. Sualımız var. 1. Tamam. Keçək onda natural ədədlərə görə natural ədədlər nə edir? Kim deyər, nədir natural ədədlər? Əşyalar sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlər deyilir. Əli, sən nətər deyirdin? Elə mən də elə mən. Əşyaları sayarkən istifadə etdiyimiz İstifadə ədədlər etdiyimiz necə ədədlər olur? ədədlərə natural ədədlər. Natural ədədimiz neçə ilə başlayır? 1 ilə. 1. Çünki biz sayanda həmişə neçədən başlayırıq? 1-dən başlamış oluruq. Sonsuzluğa qədər. Yaxşı, natural ədədləri yazmaq üçün biz hansı rəqəmlərdən istifadə edirik? 1, 2, 3, 1, 2, 6, 0, 1, bütün rəqəmlərdən. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 oldu. Deməli, biz natural ədədləri yazanda neçə rəqəmdən istifadə etmiş oluruq? 10. 9. 9 yoxsa 10? 10. 10. 10 rəqəmdən istifadə edirik. Ona görə sıfırın özünü də sayanda 10 olur. 1-dən 9-a qədər əlavədə 0. Ona görə bu sistemin adı adlanır onluq sistem. Kim mənə deyər? Başqa hansı say sistemlərini tanıyırsınız? 16-lıq say sistemi ola bilər. 16-lıq say sistemi, 8-lik say sistemi ola bilər. 8-lik. Sonra Ən məşhur bir say sistemi var. İnformatikanın ən məşhur say sistemi. informatikanın ən məşhur say sistemi. Yüzlük. İkilik say sistemi. Bəli, müxtəlif say sistemi. Yüzlük say sistemi. Bəli, əslində bütün növ say sistemi mümkündür. Biz özümüz üçün şərti olaraq yarada bilərik. Amma riyaziyyatda istifadə olunan say sistemi tarix boyu formalaşmış hansı say sistemidir? Onluq. Onluq say sistemidir. Yəni biz də onluq say sistemindən istifadə eləyərək natural ədədləri yazacağıq. Yaxşı. Buradakı 4 rəqəmdir yoxsa natural ədəddir? Rəqəm. 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 Yaxşı. 17 rəqəmdir yoxsa natural ədəddir?
Natural ədəd. Ədəd, natural ədəd. Natural ədəddir. 0 rəqəmdir yoxsa natural ədəddir? Rəqəm. Ədəd. Rəqəmdir. Amma natural deyil. Amma natural deyil. 10 rəqəmdir yoxsa natural ədəddir? Natural Natural ədəd. 9 rəqəmdir yoxsa natural ədəddir? Rəqəmdir. Rəqəm. Rəqəm. Onda belə çıxır ki, natural ədədlərin ən birincisi neçəymiş? 1. Ədədlər 10, 10. Natural ədədlərin ən birincisi 10'dur deyirsiniz, ha? Bir deməliyim. Birdən başlayıb. Onda bir rəqəmdir yoxsa natural ədəddir? Ədəd deyil, rəqəmdir. Rəqəmdir. Natural ədəddə həm də Aha, düzdür. Görək Əlmətər. həm natural ədəddə həm də rəqəmdir. Bəli, uşaqlar. 0 Əgər orada 0 olmasaydı, biz orada ancaq natural ədəd saya bilərdik. 0 əgər ola bilərdi rəqəm kimi götürürük. 0 özü yalnız rəqəmdir. 1-dən 9'a qədər olanlar həm Həm rəqəmdir, rəqəmdə, həm də natural ədəd. həm rəqəmdir, həm də natural ədəddir. Ondan sonra gələnlər bəs. 2 Yalnız rəqəm. ədəddir. Ondan sonra gələnlər yalnız natural ədəddir. Artıq biz ona Hə. rəqəm Yalnız deyə ədəddir. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Mən soruşanda ki, rəqəmdir yoxsa natural ədəddir, siz nə deməli idiniz? Həm rəqəm, həm də ədəd. Həm Həm rəqəmdir, rəqəm, həm də natural həm ədəd. natural ədəddir. Bax, bu anlayışları qarışdırmayaq. Yaxşı. Gəlin indi natural ədədi bir natural ədəd deyək. Tutaq ki, 735. Biz bunu açacağıq indi, natural açış şəklində. Yəni, 700 8 üzə üstə 30 üstə gəl. 30 üstə gəl 5. onun mərtəbə vahidlərinə parçalayacağıq. Bunun ən böyük mərtəbə vahidi nədir? 700. 700. 100. 100 müəllim, 100. Vahidi 100. Mərtəbə vahidi 100. 100. 700 demək yanlışdır. Mərtəbə vahidi təklikdir, onluqdur, yüzlükdür, minlik bunlardır. Ən böyük mərtəbə vahidi nədir? Yüzlükdür. Bəs həmin o yüzlüyün mərtəbə vahidinin qiyməti nədir? Mərtəbə qiyməti. Qiyməti 7. 700. Qiyməti 7. 7. Ya Üstə gəl. Sonrakı mərtəbə vahidi hansıdır? Sonra mərtəbə vahidi 3. 10. 10. 10. Bəs mərtəbə qiyməti neçədir? Həmin o onluğun mərtəbə qiyməti 30. 30. üstə gəl. Sonrakı mərtəbə qiyməti hansıdır? 5. 5. Mərtəbə vahidi 1'dir, yəni təklikdir. Qiyməti Mərtəbə beş. qiyməti də Qiyməti 5. 5. Deməli, mən 735-i necə parçalaya bilərik? 700 700. üstə gəl 30. 30 üstə gəl 5. Sən bəs vurmalar nə eləyə bilərik? 100 vursun. 100 Bəli. İkinci bir yolu. Bunu başqa necə parçalaya bilərdik? Vurma ilə. 7 vurulsun 100, üzərinə gəlsin 100 vurulsun 100 10, vurulsun. üzərinə gəlsin 5 vursun 1. 1 vursun 5. Bayaq mən nə dedim? Dedim mərtəbə qiyməti nəyə bərabərdir? Mərtəbə qiyməti Mərtəbə vurulsun vahidi mərtəbə sayı vurulsun mərtəbə vahidi. Zaten budur. Yəni 735 ədədində 700 mərtəbə qiymətidir. Hasil kimi də mərtəbə vahidinin sayı 7 vurulsun mərtəbə vahidi 100. Üstə gəl. Mərtəbə vahidinin qiyməti, daha doğrusu sayı 3 vurulsun mərtəbə vahidi 10. Üstə gəl. Mərtəbə vahidinin sayı 5 vurulsun 1. 5 vur 1. Yazın. 5 vur 1. Zaten 1'ə vurmağın bir mənası yoxdur. Yazılsa da olar, yazılmasa da olar. Bir sualımız var mı bura qədər? Buyur. Tuncay, sən başa düşə bilirsən, biraz aşağı sinifsən sən. Bəli. İndi bir A, B, C ədədi olsun. Bərabərdir nəyə? 100 üstə gəl. 100 üzərinə gəlsin 10 üstə gəlsin 100 A üstə gəl. 15 üstə gəl 1C. Bunun mərtəbə vahidi, ən böyük mərtəbə vahidi hansıdır? 100 A.
100. 100 ay yox, 100. 100. Onun da mərtəbə vahidinin sayı nədir bə? 100 olacaqdı. A-dır. Ona Ha. görə A vurulsun 100. 100. Necə bayaq 7 vur 100 yazmışdıq. İndi də A vurulsun 100 yazırıq. Üstə gəl. Sonra gəlir hansı vahid? Onluq. Onluq. Bəs ki, sayı neçədir onun? Bu sayı elə B. Sayı B. Olacaq B vurulsun. Kimi 10. 10. Üstə gələr Əgər 1 1 vurulsun C. C vurulsun. elə C. 1 vurulsun C. Və yaxud belə yaza bilərik. A, B, C ədədi bərabərdir. 100 üstə gəl 11. Üstə gəl 10. 11 üstə gəl 1 C. 1 C. Başa düşürük. Bəli. Bəli. Zeynəb problem yoxdur ki. Hı. İsma, Yox. Xeyr. Əli, Yoxdur. Xeyr yoxdur. Tuncay. Bir. Sonra gələk tək və cüt ədədlərə. Hı. NATO ədədlərin yarısı təkdir, yarısı cütdür. Tək ədəd nədir? Tək ədəd. İkiyə qalxılı bölünmələrdə tək ədəd. İkiyə qalxılı bölünmələrdə tək ədəd deyil. Tək ədəddir. Yaxşı, sizə bir böyük ədəd deyək. Tutaq ki, 395 milyon 673 min 895. İndi bu ədəd təkdir yoxsa cütdür? Tək. Tək. Axırıncı rəqəm 5 olduğuna görə. Axırıncı ədədi 5-dir, təkdir. Onda gəlin tək ədədlərə belə bir tərif verək də. Sonu 1, 1, 3, 5, 7, 9 da qutaranlar. və 9 ilə bitən ədəddir. Necə ədədlərdir? Tək ədədlər. Ədədlər. Tək ədədlərdir. Deməli, biz tək ədəd olduğunu bilmək üçün nəyə baxacağıq? Rəqəmlər bir. Rəqəm ədədin sonuna. Sonuncu rəqəm. Və Sonra. tək ədədlərin ümumi formulu belədir. 2n çıx 1. 2 çıxılsın. Mən bu kitabda sizin dediyiniz kitabda baxmışdım. Onu başa düşəməmişdim amma. İndi bu nə deməkdir? Sonra. N-in yerinə nə rəqəm istəyirsiniz qoyun. İstənilən NATO ədəd qoyun. Tutaq ki, Çıxılsın 2 vurulsun. N-in yerinə ən birinci nə qoymalıyıq? 1. 1. Çıx 1. 1. 2-ni 1-ə vuran necə eləyir? 2. 2. 1-in çıxanda 1. İlk NATO ədədimiz, tək ədədimiz 1-dir, NATO və tək ədədimiz. Yaxşı, 2 vurulsun. N-in yerinə 2 qoyaq. Çıxaq 1. 2 vursun, hə. 2-ni 2-yə Bunun vuran. qaydası en vurulsun, yəni 1 çıxsan hamısında tək alınacaq da. Bəli, bəli. 4-dən 1 çıxsaq 3. 2 vur 20 qoyağın gəlin N-in yerinə. 2 vur 20, 40. Birini də çıxanda 39. Yəni sən N-in yerinə nə qoyursan qoy. Tək də qoysan, cüt də qoysan. 2-yə vurub birini çıxandan sonra həmin o tək ədədi almış olacaqsın. Bəli. Aydındır? Bəli. Yaxşı, cüt ədədlərdən danışaq indi. Cüt ədədlər hansı ədədlərdir? Üç ədədlər. Rəqəmlərlə 4, 6, ədədlərə cüt rəqəmlər deyilir. Sonu 0, 0, 2, 4, 6, 8. 8, bitən ədədlərə cüt ədədlər deyilir. tamamilə doğrudur. Yaxşı, Tuncay, bəs 0-ın özü təkdir yoxsa cütdür? Cüt. Heç bilmirəm. Nasıl? Kim bilir desin. 0 cüt değil mi? Nə təkdir, nə də Hə, cütdür. Çünki 0 heç natural ədəd deyil axı. Bəli. 0 ilə bitənlər cütdür. Məsələn, 10, 20. Amma 0-ın özü nə təkdir, nə də cütdür. Çünki 0-ın özü natural ədəd də deyil. 40. Aydındır. Bəli. Bu da oldu bizim tək
cüt ədədlərimiz. Bir sualımız varmı? Xeyr. Bunların hamısına bağlı test yazacaqsınızsa evdə. Diqqətlə qulaq asın. İndi dərsin rekordunu atacağım sizə axırda. Təzədən bir də lazım olanda baxarsınız. Kitabdan da dediyim kitabı hamı alıbmı? Bir onu soruşum. Mən Bəli. almışam. Zeynəb Mən almısan? yox. Mən Esma almısan? Almışam. Əl almısan? Tuncay Alacağım. almısan? Tuncay almısan sən? xeyr. Hə, sən də alarsan. Kitabda dediyim məlumatlar həm var, oxuyacaqsınız. Həm də testi var, testləri yazacaqsınız, tapşırıq yazacaqsın axırda. Başa düşmədiyiniz bir şey olsa da yenə təzədən dərsə də qaçıb videosuna baxa bilərsiniz, qrupa da yaza bilərsiniz. Mən sizə köməklik edəcəm, yaxşı? Gələk indi bölünən və bölən anlayışına. Bölmə əməlini biz necə xarakterizə edirik? Bölünən, 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 bölən qismət. Mən bölənmişəm. bölünən, bölən və nədir? İsmət. Qismət. Qismət. Bir dənə ədəd deyil. 72. 72. 72-nin bölənləri hansılardır? Yəni 72 hansı ədədlərə bölünür? 8 ilə 9. 2, 1, 1, 2, 2, 3-ə bölünürmü? bəli. bölünməli. 4-ə bölünürmü? 4-ə də bölünür. Hə, bölünür. 5-ə bölünürmü? 5-ə bölünmür, Bölünmür. 6-ya bölünür, Bölünmür. 6-ya bölünürmü? 6-ya bölünür, 8-ə bölünür, 9-a bölünür. 7-yə bölünürmü? Xeyr, Xeyr. Xeyr. 8-ə, 8-ə Bəli. bölünür. 9-a, 8 ilə 9-a bölünür. Bəli. 10, Bölünür. 10 xeyr. Ona Bölünmür. 11, 12, 12, 12-yə bölünür. 12-ə bölünür. sonra 18-ə bölünür. 18-ə bölünür. 18-ə bölünür. Sonra, Ondan sonra 18-dən sonra 24-ə bölünür. aha, 24-ə bölünür, 36-ya bölünür, bir də özünə. bir də 72-nin özünə Bəli. bölünür. Deməli 72 neçə dənə böləni var imiş? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə böləni var imiş. Bəs 72-nin bölünənləri hansılardır? Bölünür. Mən 72-dən başlayır. 72-dən başlayır. Üzərinə 72 gəlir. 72, 144, 288, 8-dən əvvəl də var hələ. 72-nin 3 qatı var. 216. qatı, hə, 3 qatı, ondan sonra 4 qatı. Say, say nə Hə, qədərdir? Sonsuz. Sonsuz saydadır. Deməli, bir ədədin böləni birdən başlayır, özünə qədər gedir və sonlu saydadır. Yəni, müəyyən bir sayı var. Bax, bu birdən başladı, 72-nin özündə bitdi. Özü bölən həmin ədəddən ya kiçik olmalıdır, ya da bərabər olmalıdır. Bərabər. Birdən 36-ya qədər olanlar 72-dən kiçikdir, 72-nin özü isə bərabər. Amma bölünənlər həmin ədəddən başlayır, ədədin özünə də bərabər olur və ondan Sonsuza qədər gedir. və sonsuza qədər özü qədər arta-arta gedir. Yəni 72-nin 1 qatı, 72-nin 2 qatı, 72-nin 3 qatı, 4 qatı və s. sonsuz şəkildə gedir. Aydındır mı? Bəli. Bəs biz bunların bölünməyini dediniz, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür. Bunu hardan bilirik ki, 2-yə bölünür və ya hardan bilirik 3-ə bölünür, hardan bilirik 4-ə bölünür? Yəni bölünmə əlaməti Bölünmə əlamətləri. bilirikmi? Bəli. Sonra cüt ədədlə bitir deyə 2-yə bölünür. Aha, bir qəşəng Rəqəmlərin Biri- rəqəmlərin Bölünür. 9 deyə bölünür. bir. Bax belə qarışdırmayaq. Deməli, Əsma de görə 3-ə bölünməni.
72-ci rəqəmləri cəmi 7 + 2 9-dur. 9 da 3-ə bölünür də o 3-ə bölünür. Yaxşı. 50 bəs 4-ə bölünməni də görək. Burada sonu sıfırla və 2 ilə bitən ədədlər sonu 2 0 və 2 ilə bitən ədədlər 4-ə bölünür. İndi 42 4-ə bölünürmü? 42 4-ə. Yox, mən son 0 və üst ədədlər. Son 2 rəqəmi Sanki 2 0-la bitən 2 0-la bitən və və ya son 2 rəqəmi 4-ə bölünən 4-ə ədədlər bölünür. 4-ə bölünür. Belə deyək. 5-ə bölünmə əlaməti nədir bəs Zeynəb? Son rəqəmi 0 və ya 5 ilə bitən ədədlər 5-ə bölünür. Bəs Tuncay 6-ya bölünmə əlaməti? 2-yə həm 3-ə bölünür, 6-ya da bölünür. Həm 2-yə, həm 3-ə bölünürsə 6-ya da bölünür. 8-ə bölünmə əlaməti Əsma desin. son 3 rəqəmi 0-dırsa, o qalıqsız bölünür. 8-ə Ya qalıqsız. 0-dırsa, ya da son 3 rəqəmi. Yəni 8-ə bölünürsə, 8-ə qalıqsız bölünür. Zeynəb 9-a bölünmə əlaməti. Rəqəmləri cəmi yenə 3-ə bölünən ədədlər 9-a bölünür. 12. Rəqəmləri cəmi 3-dür. 9-a bölünürmü? Yox. Onu bir də yadınıza salaq. Son rəqəmlərinin cəmi 9-a bölünənlər 9-a bölünür. 3-ə yox. 3-ə bölünənlər 3-ə bölünür. 9-a bölünənlər də 9-a bölünür. Yaxşı. 50 10-a bölünmənidir. 10-a bölünmə, sonu 0-la bitən ədədlər 10-a bölünür. Bəli. Və sair. Bax, bu qayda ilə kitabda 25-ə qədər bölünmə əlamətləri verib. Yəni, özünüz oradan oxuyub öyrənəcəksiniz. Yaxşı. Onsuz da çoxunu bilirəm, bilirsiniz. Keçən ildən də, əvvəldən də, məktəbdən də yadınıza qalıb. Yay tətili ola bilər, biraz yadınızdan çıxarıb qarışdırırsınız. Bir dəfə oxuyan kimi yadınıza düşmüş olacaq. Yaxşı. Gələk indi qalıqlı bölməyə. Bu dediklərimiz qalıqsız bölməyə aid. Bu danışıqlarımız necə bölünməkdir? Qalıqsız bölünür. Qalıqsız. Amma indi qalıqlı bölünmədən danışaq. Qalıqlı bölünmədə, məsələn, 39-u böləyin 5-ə. 39-un içində neçə dənə 5 yerləşir? 7-dən. 7-ni 5-ə vuranda 35, 4 qalıq qalır. qalıq qalır 4. Hər birimiz qalıqlı bölmə bilirik də. Bəli. İndi 200 65 bölünsün 13. Hər kəs bunu özü hesablasın, cavabını və qalığını soruşun. Yəni, atılan qisməti və qalığı mənə soruşacam deyəcəksiniz. Bitmə. Tapdım. Tamam, o bütün yoldaşlarınıza bitsin. Soruşacağım. Bitdi. Hələ nə aldın? Mən qalıq 5. Yox, cavabını da deyirəm də. 20 olur, qalıq 5. 20 qalıq 5. Tuncay. Müəllim, qalıq 5, cavab 20. 20 qalıq 5. Esma. 20 qalıq 5. 20 qalıq 5. Zeynəb. 20 qalıq 5. 20 qalıq 5. Tamamilə doğru. Deməli 26-nı 13-ə böldük. 2 dəfə düşdü 26. Heç nə qalmadı. 5-i getdi aşağıya. 5 13-ə bölünəndə bölünmür deyə 0 yazırıq və qalıq da olur 5 misal. Aydındırmı? Bəli. Sualımız yoxdur ki, qalıq bölməklə bağlı. Yaxşı, biz bölməmizin cavabının düz olduğunu necə bilərik? Vurarıq.
Vuraraq. Bilmiyorum. Vuraraq cevabı da çıxaraq. Yəni 265 bərabər olmalıdır nəyə? Cavab 260. 13 vurulsun 20 üstə gəl 5. 20 20 vurulmuş. 20 vurulsun 10 üstə gəl 5. Əgər bərabərsə deməli düzdür, bərabər deyilsə deməli nədir? Yanlış. Səhv. Salı qalır. Deməli belə çıxır ki, bölünən nəyə bərabərdir? Bölünən. Bölən vurulsun. Bölən vurulsun. Hə. Bölən Bölən vurulsun. Öləm vurulsun. İsmət. İsmət üzərinə gəlsin qalır. bölən vurulsun. Qismət, özü natamam Gəlsin qismət. qalır. Üstə gəl, qal. Qalır. Bununla da bağlı sualımız yoxdur ki. Xeyr. İndi gələk sadə və mürəkkəb ədədlər. Hansı ədədlər sadədir, hansı ədədlər mürəkkəbdir? Sadə ədədlər sadəcə özünə və 1-ə bölünənlərdir. Mürəkkəb ədədlərin isə 2 və 2-dən artıq böləni olan ədədlərdir. Özü və birdən başqa üçüncü bir ədədə də bölünürsə, yəni 2-dən artıq böləni varsa mürəkkəbdir. Amma yalnız özünə və 1-ə bölünürsə, bu ədədlər necə ədədlərdir? Sadə. 1. Bir nə sadədir, nə mürəkkəb. Bir nə sadədir, nə mürəkkəb. Bəs o da Çünki mürəkkəbdir. Uşaqlar, niyə nə sadədir, nə də mürəkkəb deyilir? Çünki sadə bölənin tərifi nədir? Yalnız 2 böləni olur. Özü və 1. 2 böləni. Mürəkkəb nədir? Ən azı 3. Bunun nə 2 böləni var, nə 3 böləni var. Ona görə nə sadə deyil, nə mürəkkəb deyil. Yalnız 1 böləni var, o da özüdür. Yaxşı, 2 sadədir yoxsa mürəkkəbdir? Mürəkkəb. Sadə. Sadədir. 1-ə və özünə bölünür. 3 Sadə. Sadə. 1-ə və 3-ə bölünür. 4 Mürəkkəb. Mürəkkəb. 2-dir. çünki 1-ə bölünür, 4-ə bölünür, həm də 2-ə. 2-yə. 5 Sadə. Sadə. 6 Mürəkkəb. Mürəkkəb. 7 Sadə. 8 Mürəkkəb. Mən mürəkkəb. üstlərin hamısı elə mürəkkəbdir. 9 2-dən baş. Mürəkkəb. mürəkkəb. 10 Mürəkkəb. mürəkkəb və s. gedir. Bəli, Əli düz deyirsən. Cütlərin Amma 2-dən hamısı başqa. mürəkkəbdir, amma 2-dən başqa. Çünki cütlərin hamısı özü və birindən başqa ən azından 2-yə də bölünürlər. Amma 2-nin elə özü 2-dir deyə biz onu sadə seçirik. Aydın? Müəllim, hamısı cüt deyil. Bir dənə 9 cüt deyil. Yox, hamısı cüt də deyil. 9 var, təkcə 9-la da bitmir Tuncay. 27 var, 25 var, 15 var. O qədər var ki, yəni hamısı cütdür demək olmaz. Hansı qədərdir? Mürəkkəblər var, amma sadələrin hamısı təkdir. Bir də əlavə 2 var. 2 istisnadır orada. Sualımız yoxdur ki, aydındır bu da. Bəli. İndi gələk sadə ədədlərin nə olduğunu bildiksə, sadə vuruqlara ayrılmadan danışaq. Bayaq 72 ədədini danışmışdıq. Dedi ki, onun neçə dənə böləni var idi? 12. 2 dənə. 12. 2-yə böləcək. 72-ni sadə vuruqlara ayıraq. 2-yə bölünür. Bu necə 2-yə gedir? bölünür, 2-yə böl, 3. Ən 2 var. birinci, bir dənə icazə ver. Ən birinci böləcək, ən kiçik sadələrimiz hansıdır? 2-yə. 2-yə. İkinci. 72 2-yə bölür. 6. 36-ı da 2-yə bölürük. 18. 18. Təzədən 18-i 2-yə. uşaqlar. Təzədən bir də bölürük 2-yə. 2-yə 18. 18. 18-i 2-yə bölürük. 9. 9-u Bir də 3-ə 2-yə bölürük. bölürük. İndi 9-u 3-ə bölürük. Yəni Bu tələsməyək. da 1-ə bölünür. Bir dənə tələsməyək. 9 2-yə bölünürmü? Xeyr. Xeyr. Onda 2-dən sonrakı sadələr hansıdır? 3. 3. 9-u bölürük 3-ə. Olur neçə? 3. 3-ü də 3-ə 3-ə 1. bölürük 1 və Bir. 1. sadə vuruqlara ayırmanı məktəbdən hamı bilirmi? Bəli. Və sən də keçmirsən də? Yoxsa yox? Sadə vuruqları xeyr. Keç. Sadə Amma necə olacağını bir dənə də izah edeyim sənə Tuncay. Deməli 72-ni böldü 2-yə.
36. Təzədən böldü 2-yə 18. 18-i böldü 2-yə 9. 9-u təzədən 2-yə bölmək olarmı? Xeyr. Ona görə 2-dən sonrakı ədədə keçdik. 3-ə böldük, nə qaldı? 3. Bir də 3-ə böldük 1. 1 alınana qədər gedirik. 1 alındısa artıq saxlayırıq. Yaxşı? Bax, Məsələn, 42-ni ayıraq. 42-ni 2-yə Tuncay desin bir dənə. kimi ikiyə Tuncay bölünür. 42-ni nəyə böləcək birinci? 2'ye. 2-yə. 42 ikiyə. Neçə dəfə düşdür? 21. 21. 21-i Tuncay təzədən 2-yə bölə bilərikmi? Xeyr. 2-dən sonraki sadədən 3 gəlir. 3-ə bölə bilərikmi? 3 neçə dəfə? 7. 7-ni 3-ə bölə bilərikmi? Xeyr. Xeyr. 7 3-dən sonra 4-ü yoxlamırıq ha. Biz Dörd ancaq sadədən- sadələri yoxlayırıq. 5-i yoxlayırıq. 5-ə bölünürmü? Xeyr. Xeyr. 6-nı yoxlamırıq. 6 mürəkkəbdir. 7-yə bölünürmü? Bəli. Bölünür, Bir. düşür bir dəfə və bitdi. Doğru. Deməli 72-nin neçə dənə sadə vurğu var? Sadə Beş. vurğu 5. 5. 5 dənə. Bəs 42-nin neçə dənə sadə vurğu var? 3. 3 dənə. 3. Bunun 5 dənədir. Sayırıq, baxırıq. Bunun da 3 dənə. 3 dənə. Varmı sualımız? Xeyr. Yaxşı. 72-nin neçə müxtəlif vurğu var? Bəli. Müxtəlif vurğu var. 2. 2. 2 ilə 3. Müxtəlif deyəndə artıq 2-lərdən birini götürürük, 3-lərdən də birini götürürük. Aydındır Tuncay? Sizdə bir sıxıntı yoxdur Zeynəb, Əli, Esma? Xeyr yox. Bilirik də. 42-nin neçə vurğu var idi? 3. Bəs neçə müxtəlif vurğu var? 3. Bəli, bunun artıq müxtəlif vurğu da 3-dür, elə vurğuları da 3-dür. Çünki 2, 3, 7, Hərəsindən bir dənə var. növbət 2, 3, 7-dən gedir. Bəli. Bəli. Sualımız yoxdur ki. Xeyr. Xeyr. Bir də bölənlərinin sayının tapılma qaydası uşaqlar. Bölənlərini. Bayaq 72-nin bölənlərin sayını tapmışdıq. Oturub bir-bir yazmışdıq. Saymışdıq. Neçədən olmuşdu? 12 dən olmuşdu. 12. Onun qaydası var. Biz oturub hər dəfə oturub sayası deyilik. Necə eləyəcəyik? Sadə vurğulara ayırdıq 72-ni. Bəli. Neçədən 2? 3. Dənə. Yəni 2 üstə 3 üstə gəlinsin. 3-ün Üstə üstünə gəl 1 vurulsun. Sonra nə idi? Hə, 2 üstə gəl 1. Deməli, neçə dənədirsə, onun da üstünə 1 gəlir. Yaxşı, 2 ilə qutardıq. Neçə dənə 3 var içində? 2 dənə. Yəni 2 dənə. üstə gəl 1. 2 üstə gəl 1. Olur. 3-ün üstə 1 gələndə 4. 4 vurulsun 3 12. 2-nin üstə 1 gələndə 3. Yəni 12. 2. həmin 12-ni biz əslində belə tapmalıyıq. Əli aydındır. Bəli. Esma aydındır. Aydındır. Zeynəb, Aydın. Tuncay. Aydındır. Aha, indi 42-ni hesablayaq. Hərə özü. Okay. Bitirdi hamı. Bəli. Tuncay neçə tapdın? Tapdım mən. Neçə tapdın? Mən 15 tapdım. Neçə? 15. 15? Bəli. Esma səndə? 96. 96. Neyse çok önemli. Əli?
8. 8. Zeynəb. 6. İndi gəlin bir dənə qaydan təzə yadımıza salağın. 2-dən neçədən Bir dənə. Salmamışam. 1 üstə gəl 1. Üstə gəl 1. Təzən 1. 3 dəfə eyni şey eləyirik. 2 üstə üstə bərabərdir. 3-dən neçədənədir? Bir dənə. Bir dənədir. Bir dənə. 1 üstə gəl 1. 7-dən neçədənədir? Bir dənə. Bir dənə. Bir dənə. 1 üstə gəl 1. Olacaq 2 vur 2 vur 2. 2 vur 2 vur 2 neçə eləyir? 8. 8. Əli düz tapıb, aferin. Qaydana bax bir də deyirəm, bir dənə diqqətlə qulaq asaq. Vuruqları ayırandan sonra hər vuruqdan neçə dənədirsə, həmin sayın üzərinə də 1 gəldik. Bax, 2-dən bir dənə idi, üstünə 1 gəldik. 3-dən bir dənə idi, üstünə 1 gəldik. 7-dən bir dənə idi, üstünə 1 gəldik. Oldu neçə dənə? 8 dənə. Gəlin yoxlayaq görə 8 dənə həqiqətən varmı? 42 nəyə bölünür? 1-ə, 2-yə, 1'ə, 2'yə, 6-yə, 3'ə, 6-ya, 6'ya, 7'yə, 14-ə, 14'ə, 21-ə, 42-nin özü. özünə, 42'yə. 8 dənə oldu. Bəli. İndi bir dənə ədəd deyirəm, özünüz başlayırsınız yazmağa. 32-ni, 32-ni yox. Bir dəqiqə, başqasını deyəcəm. 30-u sadə vuruqlara ayırırsınız və sonra da neçə böləni var onu tapıb deyirsiniz. mən deyim. Yox, tələsmə. Bütün yoldaşlarını tapsın, sonra soruşacaq. Bitdi hamıda. Bir dənə gözləyirəm. Gözləyirəm. Siz ona qədər cavablarınızı deyin mənə. 50 neçə vaxt tapdınsa? 8. 58. Əsma, 8. Zeynəb, 8. Tuncay tapmadın? Tələsmə, yaz. Tapdım müəllim. Neçə tapdın? 8. 8. Hə, indi izah eləyək. Tuncay izah elə görün. Müəllim, burada ilk olarak burada 2. 30'un üstünde Hı -hı. 30'un üstüne 3 tane var. 32'ye Burada böldü. müəllim 5 üstə gəl 5 yazırıq. Tələsmə. 32'ye böldü neçələrdir? 32, 15. 15. 15'i sonra neçəyə böləcəyik? 15 ile sonra 3'e böləcəyik. 3'ə böləcəyik. Neçə dəfə düşəcək? 5. 5'i neçəyə böləcəyik? 5'e. 5'i neçə dəfə düşəcək? 1. 1. Hə, indi ondan sonra nə edəcəyik Tuncay? 2, 3, 5 oldu. Daha sonra müəllim. Daha sonra onları toplayacağıq. Yox. Neçə dənədirsə üstünə 1 gəlib vuracağıq.
Birinci hansı ədədimiz gəlir bizə? Siz 2-dən neçə dənədir? 2 dənə. Ekrana bax, bura baxırıq biz. 1 dənə. Bir dənə. O birin də üstünə özündən bir gəlirsən. Vurursan. Sonra 2-dən sonra hansı rəqəm gəlir? 3. 3-dən neçə dənədir? 1. Bir dənə. Üstünə də 1 gəlirsən, vurursan. Sonra neçə gəlir? 5. 5-dən neçə dənədir? 1. Bir dənə. Özündən də 1 gəlirsən. Olur 2, vur 2, vur 2, 8. Neçə dənədirsə özümüzdən üstünə 1 gəlməliyik. Yaxşı? Tuncay aydındır. Sonra növbəti dərsimiz uşaqlar, növbəti danışacağımız mövzu əbob və əkok. Əbob nədir? Əbob ən böyük ortaq böləndir. Tutaq ki, 36 ilə 42-yə əbob tapaq. Nə deməkdir? 36 nəyə bölünürdü? Vuruqları ayıracaq. Onu deyəcəm heç. Hələ nə olduğunu başa düşək. 36 nəyə bölünürdü? 6'ya. 1'e. 1'ə, 2'ə, 4'ə, 6'ya, 4'e. 6-ya, 12'ə, 18'ə, 36. 9-a, 12'ye. 9'a, 18'e. 18'a, 36'ya. Bir de. Все. 42 nəyə bölünürdü bəs? 42'ə, 2'ə, 2-yə, 3-ə, 2'ye. 6-ya, 6'ya, 7'yə, 7'ye. 4'ə, 21'ə, bir də özünə. 42. Bir de özüne. Bu ədədlərə, indi bunların içində ortaq olan hansıdır? İkisində də 1 var. 2. İkisinde de 1 var. 2 var. 3 var. 3 var, 3 var, 6 6 var. var. Başqa heç nə. Başqa heç nə yoxdur. Bax, həmin bu 1, 2, 3 və 6 36 ilə 42-nin ortaq bölənləridir. Buradan da ən böyük istədiyinə Və görə burada al. da əbobun açılışı ən böyük ortaq bölünəndir. Yəni bu bölənlərin içərisində ən böyüyü hansıdır? 1, 2, 3, 6-nın üçün ən böyüyü hansıdır? 6. 6. 6. 6. Nə olduğunu başa düşdükmü? Bəli. İndi bunun əbobun hər dəfə belə tapmayacaq. Bunun tapılma qaydası. Bunun üçün əvvəlcə hər bir ədədi ortaq vuruqlara, sadə vuruqlara ayırmalıyıq. 36-nın sadə vuruqları hansılardır? 2-yə bölünür. 18. 18, 18, bölünür. 9, 9, 9. 3-ə bölünür. 3, 3-ə bölünür. 3 de 3'e bölünür. 1. 42-nin sadə vuruqları. 2-yə bölünür. 3'e bölünür, 2'ye bölünür. 21, 3'e bölünür, 3-ə bölünür. 3'e bölünür. 7'yə bölünür. 7'ye bölünür. 1. Все. Ondan sonra buradan ortaq vuruqlar tapırıq. 2 bunda da var. Bunda da var, bunda da var. Bir dənə də 2 bunda var, amma o birində bir dənə 2 yoxdur. Bu getdi. 3'ü götürürük də. 3 bunda da var. Bunda da var. Bir dənə də 3 bunda var, amma o birində yoxdur. Bu getdi. Bir dənə də 7 bunda var, amma o birində yoxdur deyə bu da getdi. Deməli, ortaq olan nə oldu? 2 ilə 3. 3. Həmin o ortaqları vururuq bir-birinə. 2 vur 3 bərabərdir 6. 6. Bu onun nəyi olur? Əbobu olur.
İndi bəzi ədədlər var ki, onlardan biri o birinə onsuz da bölünür. Məsələn, əbob Mesela 18 ile 36 ile öz. 36 ilə 72. 72 36-ya bölünürmü? Bəli. Bəli, bölünür. Hesablamağa ehtiyac yoxdur. Əbob onlardan kiçik olandır, yəni 36-dır. 36. Ədədlərdən biri o birinə bölünürsə, əbob onların kiçik olanıdır. Təzədən onları bölməyə, hesablamağa ehtiyac yoxdur. Yaxşımı? Bəli. Sonra, əgər iki ədədin ortaq sadə vuruğu yoxdursa, məsələn, 35 ilə Onda 1'di də. 12. Qarşılıqlı 1. sadə. 12. Əbob Əbobu 1'di. 1-dir. 12-nin vuruqları nə olacaq? 2'ye böləndə 6, 6, bölünür. 2. 2-yə bölünəndə 6, 6, 2-yə 3, 3, 3-ə 1. 3, 3-ə bölünür, 1. 35-də 35'i 5-ə bölünür. 5'e böldüm 7, 7'ni de 7'ye böldüm 1. Deməli, birinin sadə vuruğu 2, 2, 3 oldu. O birində 5, 7 oldu. Sadə vuruqları varmı? Hayır. Ortaq sadə vuruqlar. Onda bunların əbobu 1-dir. Bəli. Və belə ədədlər qarşılıqlı sadə ədədlər adlanır. Deməli, qarşılıqlı sadə ədədlər hansı ədədlərdir? Ortaq sadə vuruqu Ortaq sadə olmayan bölünür. ədədlər. Və qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? 1-ə bərabərdir. Aydındır. Bəli. Sonra gələk əkob. Ən Əkob Ən ən kiçik kiçik ortaq bölünən. ortaq bölünən deməkdir. Əkobun tapılma qaydası nədir bəs? Onu necə tapacağıq? Bayaq 36 ilə 42-nin əbobunu tapmışdıq ha. Sadə vuruqlara ayırmışdıq. İndi onun əkobunu tapmaq üçün əkob Sadə vuruqlardan ötürü. Bu vuruqlara ayırdıq, əbob tapdıq. 2 ilə 3 ortaq idi, yerdə qalanları ortaq deyildi. Bunu tapmaq üçün ya 36-nı götürəcəksiniz, Hə, vuracaqsınız, 42-də ortaq olmayan hansı idi bayaqları? 7. 7-yə. 36-nı 7-yə vuranda 2, 4 yadda 25, 252. Ya da nə edəcəksiniz? 36, 42 bərabərdir. Ya da 42-ni götürəcəksiniz. Vuracaqsınız 36-nın ortaq olmayanlarına. Yəni, bayaq üstündən xət çəkdiyimiz ortaq olmayan hansı idi? 2 ilə 3. Vur 2, vur 3. Eyni şey olur. Əlbəttə, eyni şey eləyəcəm. Elə burada qutarır, belə eləyəndə. Bəli. Ya bunu götürüb o birinin ortaq olmayanına vuracaq, ya da onu götürüb o birinin ortaq olmayanına. Bəs onda əmin olmaq üçün ikisini elə, yoxsa bir dənəsini elə? Ehtiyac yox. Yəni, özün üçün yoxlamaq istəyirsən, başqa məsələ. Amma ehtiyac yoxdur, eyni cavabı almalısan. Əgər hesablamada səhv eləməmisənsə, eyni cavabı alacaqsan. Yaxşı. İndi, bayaq dedik ki, ədədlərdən biri o birinə bölünürsə, onun əbobu nəyə bərabər idi? Kiçik olana. Yəni, o 72-36-ya bölünmüş deyə əbobu nəyə bərabər idi? Əboba böyük olur. 36-ya. Amma əkobu bərabərdir 72-yə. böyük olana, yəni 72-yə. Əbobu kiçiyə bərabərdir, əkobu böyüyə bərabərdir. Aydındır? Bəli. Yaxşı. Qarşılıqlı sadə ədədlər var idi. Bayaq əbob 12 ilə 35. Bəli. Qarşılıqlı sadə ədədlərin əbobu 1 idi. Bəs əkobu nəyə bərabərdir? Əkobu Əkobu
Onların öz hasillərinə. Onların Ha, onun 12 arasında. vur 35. 35. 420'ye. Aydındır bu da. Hə. Bəli. İstənilən ədədin əbobu ilə əkobunun hasili, məsələn, əbob A ilə B vurulsun, əkob A ilə B bərabərdir. Elə A vurulsun B-yə. İstənilən ədədin əbobu ilə əkobunun hasili elə onun özlərinin hasilinə bərabərdir. Yaxşı? Bəli. Sonra istənilən ədədin əbobu əbob A ilə B bərabərdir əbob A çıx B ilə B-yə. İstənilən ədəddə. Məsələn, əbob 36 ilə 42-ni bayaq hesablamışdıq. Neçə tapmışdıq? 6. Bəli. Düzdür? Bəli. Yəni, onda belə çıxır ki, əbob (36 ilə 42) bərabərdir. 42-dən 36 çıxanda nə qalır? 6. 6. 6 ilə kiçik olana 30-a. Elə 6 ilə 36 da 6-ya bərabərdir. 36 ilə 42 də 6-ya bərabərdir. Aydındır Tuncay? Bəli. İndi uşaqlar, ev tapşırıqlarınızı deyim. Kitabdan verilən məlumatları oxuyursunuz. Elə ilk dərsimiz nağıl dərsi başlayır. Səhifə 6-da başlayır. Səhifə 9-a qədər. Daha doğrusu 6 ilə 7 məlumatdır, 8 ilə 9 nümunələrdir. Yaxşı test. Test 50 dənəsi. Birincidən natural ədədlərdən. Natural ədədlərdən bəli. Səhifə 10-da da onun testi başlayır. Müəllim, mən onu alanda elə belə birazını yazmışdım da 30-cacan. İndi mən onu təzədən başlayayım yazında. Təzədən yaz bəli, təzədən dəftərinə səliqəli şəkildə yaz. Yaxşı. Yaxşı. Test 1-dən ondan. 50-yə qədər. Mən testin üstündə işləməyəydim də. Yaxşı olar ki, işləməyəsiz, dəftərdə işləyəsiz. Təkrar qaydalarında falan ehtiyacımız olsa ona görə deyirəm. Kiminsə bir sualı varmı uşaqlar? Xeyr. Ən sonuncu əbob 36-42 onu da deyə bilərsiniz. Bax, ədədlərdən istənilən bir ədədin əbobunu tapanda nəyə bərabərdirsə, böyükdən kiçiyi çıx. Bax, 42-dən 36 çıxdıq, nə qaldı? 6. 6 ilə 36-nın da əbobu yenə eyni şeyə bərabər olacaq. İndi başa düşdüm. Çox sağ ol. Başqa yenə sual olan var? Xeyr. Xeyr. Bugün ilk dərsimizdir, testimiz falan yoxdur deyə, ancaq mən danışdım deyə biraz tez bitirəcəyik. Amma gələn dəfədən artıq testlər yoxlayacağıq. Ona görə vaxtımız daha uzun Müəllim. olacaq. Bəli, buyur Tuncay. Müəllim, mən çalışacağım yazın. Yəni çünki bizdə müəllimlər ev tapşırığı çox verir. Ona görə bilmirəm çatdıra biləcəm. Sənə 50 dənə test vermişəm Tuncay.
50 test sənin əlində 15 dəqiqəlik işdir. Hı? Hə. Asandır birinci hissələr, baxmışam hocam. Hı? Birincilər asandır. Sabahları məntiq dərsimiz olacaq 7-də. Yaxşı, heç kəs yaddan çıxartmasın. Bəli. Buradan qoşulacaq yəni. Yenə link atacağım bu qrupa, başqa link qoşulacaqsınız. Bəli. Bəs riyaziyyat təzədən keçəndə mənim link atacaqsınız, yoxsa elə bu Hər linkdə? dəfə təzə link atacağım. Yenə varmı sualınız? Kiminsə sual varmı? Hayır. Oldu, sağ olun. Gecəniz xeyrə qalsın. Müəllim, Bəli. o əbob hissəsini bir də deyə bilərsiniz, aşağıda yazmışsınız. A bölünsün. Bax, bölünsün deyə nöqtə virgül. 2 ədədin əbobu həm də böyükdən kiçiyə çıxanda yerdə qalan ədədlə kiçik ədədin əbobuna bərabərdir. Məsələn, A B-dən böyükdürsə, A-dan B-ni çıxırsan və B yazırsan, elə eyni ədəd verir. Məsələn, aşağıda nümunə yazmışam. 36 ilə 42. 42-dən 36 çıxanda nə qalır? 6 ilə 36-nın da əbobu eyni ədədə bərabərdir. Bax, bir dənə də nümunə yazalım uşaqlar, gəlin yekunlaşmamış. Əbob 20 ilə 15 bərabərdir. Əbob 20 çıxılsın, 15. 20-dən 15 çıxan nə qalır? 5, 5. Bir də kiçik ədəd hansıdır? 20-dir yoxsa 15-dir? 15. 15-dən 15. Başa düşdüm. Mən bəs deyək ki, B böyük olsaydı, onda A-nı qoyacaqdıq ora. Bəli, bəli, kiçik qoyacaq. Kiçik. Var sualımız? Hayır. Oldu. Sağ olun, gecəniz xeyrə. Olsun. Sağ olun. Tamam.